Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Habibi kulubina, şefi'i zunubina, Ebil Qasimil Mustafa'l Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve ala Aliyin emiril mu'minin. والحسن بن علي والحسين بن علي وعلي بن الحسين زين العابدين ومحمد بن علي الباقر وجعفر بن محمد الصادق وموسى بن جعفر الكاظم وعلي بن موسى الرضا ومحمد بن علي الجواد وعلي بن محمد الهادي والحسن بن علي العسكري والخلف الصالح محمد بن الحسن القائم المنتظر صلوات الله. واللعنة الدائمة الأبدية على أعدائهم إلى يوم الدين. أما بعد، قال الله تعالى في محكم كتابه: بسم الله الرحمن الرحيم. لن ينال الله لحومها ولا دماؤها ولكن يناله التقوى منكم. آمنا بالله وصدق الله العلي العظيم. Aziz müminler, Kurban bayramınız mübarek olsun. Allah Teala həcdə, minada qurban kəsən bütün möminlərin, bütün hacıların kəsdikləri qurbanları ali dərəcədə qəbul eyləsin. Bugün İslam tarixində önəmli günlərdən biridir. Bugün Eydül Adha, Qurban bayramı günüdür. Ümumiyyətlə, bəşər tarixində biz baxsaq, hər bir xalqın özünə məxsus müəyyən günləri olubdur. Elə bir xalq yoxdur ki, onun müəyyən bayram günləri olmasın. Və bu bayram günləri müxtəlif hadisələrlə, müxtəlif münasibətlərlə bağlıdır. Hətta müasir dönəmimizdə də, müasir dövrümüzdə də görürük ki, məsələn, beynəlxalq bayramlar var. Məsələn, 1 iyun Beynəlxalq Uşaqlar Günüdür və il-axir müxtəlif günlər, hər bir ölkənin tarixində olan əlamətlər, günlər, bəzən görürsən bayram kimi təyin olunur, bayram kimi qeyd olunur və hər bir xalqın da eyni zamanda dini bayramları var ki, bu bayramların əsasında dini bir etiqad dayanır, bir inanç dayanır ki, bayramdan məqsəd nədir ki, insanlar həmin günləri yığışıb nə edirlər? Sevinirlər, fərəh, sevinç, şadlanmaq. Amma bayramın mahiyyəti elə bundan mı ibarətdir? Quran-ı Kərimə baxdıqda, Quran-ı Kərimdə Eyd sözü, yəni bayram sözü bir surədə, Maidə surəsinin 114-cü ayəsində gəlibdir. Həvarilər Həzrəti İsa aleyhissalama dedilər ki, sənin Rəbbin səmadan bir süfrə endirə bilərmi ki, biz o süfrədən yeyək və biz də əmin olaq ki, sən doğru demisən bizə. Həzrəti İsa aleyhissalam sonda bu duanı etdi. Quran buyurur, bu cür vəsf edir. Qalə İsa ibn Məryəm, İsa ibn Məryəm dedi, Allahumma Rabbuna ənzil aleynə maidətən minəs-səmə. Allahumma Rabbana ənzil aleynə maidətən minəs-səmə. Ey Allahımız, ey bizim Rəbbimiz, səmadan bizim üçün bir süfrə indir. Təkunu lənə eydən li-əvvəlinə və əxirinə. Bizim üçün əvvəlkilərimiz və sonrakilərimiz üçün bir bayram olsun. Və ayətən mink, və səndən bir ayə olsun. Varzuqna, bizə ruzi bəxş et. Və əntə xeyrur raziqin, sən ruzi bəxş edənlərin ən xeyirlisisən. Bu ayəyə diqqət etsək, nəzər diqqətimizi çəkən bu kəlmədir və ayətən mink. Yəni bu bayram ki, deyir, bizim üçün bayram olacaq, ey ilahi, sən bu süfrəni nazil edəcəksən bizim üçün və bizim üçün bizdən əvvəlkilər və sonramız üçün bayram olacaq. Bu səndən bir ayədir, nişanədir. İslam dinində bayramlardakı əsas xüsusiyyət bayramın Allaha inancla, tövhid inancı ilə bağlılığıdır. Bütün İslami bayramlarımız bu cürdür. Məsələn, biz oruç tuturuq, bir ay Ramazan ayını oruç tuturuq. Ramazan ayı bitib qutardıqdan sonra Şəvval ayının biri Eydül Fitr, Fitr bayramıdır. Çünki biz bir ay ərzində etdiyimiz əməllərin, itaətlərin, yaxşı əməllərimizin qəbulunu bayram eləyirik. Allaha şükranımızı bildiririk, Allaha şükür və həmdlərimizi bildiririk. Eləcə də məsələn, Qədir Xum bayramına gəldikdə,
Bəziləri məsələn Qədirxum bayramını tarixi hadisə kimi qələmə vermək istəyirlər. Amma Qədirxum bayramı, vilayət bayramı birbaşa tövhid inancı ilə bağlı olan bir bayramdır. İslamla bağlı olan bir bayramdır. İslamın əqidəsi ilə bağlı olan bir bayramdır. Ona görə də Qədirxum bayramı da İslamın ən böyük bayramlarından biridir və hətta ən böyük bayramıdır. Və Eydul Adha, Qurban bayramı eyni xüsusiyyəti özündə daşıyır. Allaha itaət, Allaha sevgi, Allaha übudiyyət, insanın mənəvi hicrəti, bütün bu orada yerinə yetirilən ayinlər, bunlar hamısı bax bu prinsipləri özündə ehtiva eləyir. Həc əməllərinin əksəriyyəti rəmzi əməllərdir ki, hacılar orada elə bir rəmzi əməllər yerinə yetirirlər ki, zahiri adi görsənə bilər, amma içərisində çox böyük, dərin mənəvi mənaları daşıyır. Həmin əməllərdən biri də qurbanın kəsilməsidir ki, hacılar bugün Minada qurban kəsirlər, Həzrəti İbrahim əleyhissalamın əməlini yerinə yetirirlər, Həzrəti İbrahim əleyhissalamı təmsil edirlər. İbrahim əleyhissalam tövhid qəhrəmanı, bütləri sındıran, alovdan keçən və Allaha hicrət edən bir Allahın ən nümunəvi bəndəsi. Quran-ı Kərimdə buyurulur, İbrahim dedi, وَقَالَ إِنِّ ذَاهِبٌ إِلَى رَبِّ سَيَهْدِينَ Mən Rəbbimə doğru gedirəm, Rəbbim məni hidayət edəcəkdir. Rəbbi həbli minəs-salihin. İbrahim əleyhissalam ahıl yaşına çatmışdı. Bəzi rəvayətlərdə 80 yaşına qədər gəlib çatmışdı, amma övlad yox idi. Salih bəndələrdən bir övlad istədi Allahdan. Fəbəşşərnəhu biğulamin halim. Biz ona həlim bir oğlan övladı bəxş etdik. Fələmmə bələğə mə'hu sə'yə. Elə ki, deyir, İbrahimin yanında gəzən bir yaşına gəldi, çatdı ki, İbrahimlə birgə çalışa bilər. İmam Cəfər Sadiq əleyhissalamdan soruşdular ki, övladın ən şirin vaxtı hansı vaxtı? Deyir, övlad gedər, valideyn arxasınca baxar onun boynuna, buxununa, yerişinə, içində bir sevinç hiss eləyər, bir fərəh hiss eləyər. Bu övladın deyir, ən şirin vaxtı odur. İsmail əleyhissalam o dönəmə gəlib çatmışdı. Ən şirin çağına çatmışdı. Valideyn üçün ən əziz vaxta gəlib çatmışdı. Amma Həzrət İbrahim əleyhissalam bir yuxu gördü. Qalə ya bunayyə inni ərə fil mənami ənni əzbəhuka. Dedi, ey oğlum, mən yuxuda görürəm ki, mən səni kəsirəm, qurban kəsirəm səni. Fanzur məzə tərə. Bax göründə sən nə düşünürsən, nə fikirləşirsən. Qalə ya əbəti fəal mə tu'mər. Atacan, sənə əmr olunanı yerinə yeti. Sətəcudini inşaallah minəs-sabirin. Allahın izni ilə məni səbr edənlərdən olduğumu görəcəksən. Fələmmə əsləmə. Hər ikisi təslim oldular. Və təlləhu lilcəbin. İbrahim əleyhissalam artıq övladının başını yerə qoydu, torpağın üzərinə qoydu. O zaman və nədəynəhu ən ya İbrahim. Biz deyir, səslədik. Ey İbrahim, qad saddaqtar röya. Sən yuxuyu gerçəkləşdirdin. Sən bu sınağı tamamladın. Həzrət İbrahim əleyhissalam çox sınaqlardan keçdi. Və ən böyük sınaqlardan biri də məhz bu sınaq idi ki, övladını belə ki, uzun illərdən sonra tapdığı övladını öz əlləri ilə qurban vermək sınağına qədər gəlib çatdı ki, bundan da keçdi. Qad saddaqtar röya, sən yuxunu gerçəkləşdirdin. İnnə kəzəlikə nəczil muhsinin. Biz yaxşılıq edənləri bu cür mükafatlandırırıq. İnnə həzə ləhuvəl bələul mubin. Bax, bu açıq, aşkar bir sınaq idi, bir imtihan idi. Və fədəynəhu bizibhin azim. Biz onun yerinə daha əzəmətli bir qurbanla onu əvəz etdik. Beləcə İbrahim əleyhissalam öz sınağından çıxdı. Eyni zamanda İsmail əleyhissalam da öz sınağından çıxdı. Biz Qurban bayramı günü İbrahim əleyhissalamdan bunu öyrənməliyik ki, hər şeyi, ən əziz olan hər şeyimizi belə Allah yolunda fəda etməyə hazır olmalıyıq. Qəlbimizdə bizim üçün əziz olacaq hər bir şeyi Allah yolunda qurban verməyə hazır olmalıyıq. İsmail əleyhissalamdan da bunu öyrəndik ki, biz canımızı Allah yolunda qurban verməyə hər zaman, hər an hazır olmalıyıq. Biz bu ayın 10-cu günü, Zilhiccənin 10-cu günü İbrahim və İsmail əleyhissalama iqtida edirik. Allah buyurur sözümüzün əvvəlində də oxuduğumuz ayədə Lən yənələlləhə luhumuha və lə dimauha. Sizin kəsdiyiniz o qurbanların nə əti, nə qanı Allaha çatmaz. Bu bir rəmzi tərəfidir. Kəsilən heyvanlar qurbanın rəmzi tərəfidir. Bunun zahiri tərəfidir, batini tərəfi insanın nəfsini Allah yolunda kəsə bilməsidir.
İnsan üçün o dırnaqarası İsmaillərdən keçə bilməsidir. Sizin kəsdiyiniz qurbanların nə əti, nə qanı Allaha çatmaz. Vələkin yenəluhu təqva minkum. Sizdən Allaha çatacaq təqvadır. Təqva Allaha olan übudiyyətin, bəndəçiliyin sirridir. Allah Taala'nın bizim heç bir şeyə ehtiyacımız yoxdur. İtaət edənlərin itaətinin Allaha heç bir faydası yox. Günah edənlərin günahlarının Allaha heç bir faydası yoxdur. Əgər yer üzərində bütün varlıqlar Allaha itaət etsə, ibadət etsə, yenə Allaha bir zərrə fayda verməz. Çünki Allahın ehtiyacı yoxdur buna. Vallahu vel-ganiyyul hamid. Allah zəngindir, ehtiyacsızdır, hər bir şükrə, tərifə layiqdir. Əgər bütün varlıqlar Allaha asi çıxa, yenə Allah heç bir zərər verə bilməzlər. Vələkin yenəlhu təqva minkum. Sizdən Allaha çatacaq təqvadır. Qurbanlıqdan əldə edəcəyimiz təqvadır. Çünki insan Allaha yaxınlaşmaq məqsədi ilə, Allaha mənəvi yaxınlaşmaq məqsədi ilə heç bir maddi maraq güdmədən, heç bir müqabil olmadan Allah yolunda nə isə paylaşırsa, bu insanın ruhiyyəsində, insanın psixologiyasında bir təqva hissini, ruhiyyəsini formalaşdırır. Təqva qəlbdə olan bir məsələdir. Qəlblə bağlı olan bir məsələdir, ruhla bağlı olan məsələdir. Elə insanlar var ki, o qədər bunlar hər işlərinin arxasında maraq güdüblər ki, görürsən biri Allah üçün bir iş görəndə onu belə içində ən azından ittiham edir ki, yox, bunun burada bir marağı var. Niyə bu məsələn Allah yolunda bu qədər malından keçsin, pulundan keçsin? Amma niyə? Çünki Allaha inam yoxdur. Allaha etiqad yoxdur, axirətə inam yoxdur. Əgər Allaha və axirətə inam olsaydı, bilərdi ki, Allah yolunda təmənnasız paylaşmaq nə deməkdir? Bunun bir mənəvi bir ləzzəti var. Allah yanında insan bir mənəvi qurb, mənəvi bir yaxınlıq əldə eləyir. Qurbandan məqsəd bizim təqva əldə etməyimizdir. Hər zaman özümüzü Allahın huzurunda hiss edə bilməyimizdir. Çünki übudiyyətin, bəndəçiliyin sirri təqvadadır. Təqva bütün ibadətlərin hədəfidir. Bütün ibadətlər insanı təqvaya aparmaq üçündür. Quran-ı Kərimdə Bəqərə surəsi 21-ci ayədə Allah Teala buyurur: "A'budu rabbakumul-lezî xalaqakum vellezîne min qablikum leallekum tettaqun." Sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə təqva əldə edəsiniz. Quran-ı Kərimdə Allah Teala Həc barəsində bir neçə ayədə buyurub. Həmin ayələrdən biri də Bəqərə surəsi 197-ci ayədir. Allah buyurur: "El-haccü eşhurun ma'lumat." Hac məlum aylardadır. Fəmən farada fihinnəl haccə. Hər kəsə ki, həmin ayda həc vacib olar, fələ rəfəsə və lə fusuqa və lə cidələ fil hac. Həcdə nə günah, nə fusuq, pis işlər, nə yersiz mübahisələr bunlar etmək olmaz. Və mə təfəlu min xeyrin ya'ləmuhullah. Etdiyiniz hər bir şeyi Allah bilir. Bu mühüm məsələ ayənin bu hissəsindədir. Allah buyurur: "Və təzəvvədu." Artırın, özünüzü artırın. Başqa bir şey artırın demir, özünüzü artırın, yəni kamilləşin, ruhunuzu böyüdün. Cisminizin tələblərinə deyil, ruhunuzun tələblərinə əməl eləyin. Elə etməyin ki, ruhunuz cisminizin diktəsi altında olsun. Bu zaman ruhunuz cılızlaşacaqdır. Elə edin ki, cisminiz ruhunuza tabi olsun. Ruhunuz o qədər böyüsün ki, cisim ruhun yolunda özünü yorsun. Fətəzəvvədu, artırın. Fə innə xeyrəzzad ət-təqva. Ən yaxşı artım bir sansı artımdır, təqvadır. İnsanın hər zaman özünü Allah huzurunda görə bilməsi və Allah huzurunda məsuliyyət hiss etməsidir. Vəttəquni ya ulil əlbab. Ey ağıl sahibləri, məndən qorxun və təqvalı olun. Allah Teala bu gündə bizim hər birimizə təqvanı inşallah nəsib eləsin. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yekun lehu kufuvan əhəd. Sadaqallahul aliyyul azim. Bismillahirrahmanirrahim. Qala Allahu Teala fekulu minha və at'imul qani' vel mu'tar. Allah Teala qurban barəsində buyurur ki, kəsdiyiniz qurbanın ətindən özünüz də yeyin, qani olan fəqirə və əl açıb dilənən fəqirə verin. Xutbəmizin ikinci hissəsində qurban əti ilə bağlı bəzi mühüm, əhəmiyyətli şəriət hökmlərini nəzərinizə çatdıraq inşallah. Ki, kəsilən qurbanlar necə olmalıdır, necə paylanmalıdır? İmam Cəfər Sadiq əleyhissalamdan
Belə bir rivayət nəql olunur. Şeyx Səduq İləl-Şərai kitabında bunu nəql eləyir. Mötəbər sənədlə Səkkunidən, İmam Sadiq əleyhissalamdan, İmam Sadiq atalarından ta Həzrət Rasulullah sallallahu əleyhi və səlləmdən Həzrət Rasulullah buyurdu: "İnnəmə cu'lə hadzal adha litushba'a masakinakum minəl-lahm fa'at'imuhum." Bu qurban deyir, ona görədir hökm edilib ki, siz miskinlərinizi doydurasınız, ətlə yedirdib doydurasınız. Miskinlərinizi yedizdirin, doydurun. Qurbanlıq, insanın qurban kəsib elə ancaq özü, ailəsi yeyib içməsi bu deyil. Qurbanın ən əsas xüsusiyyətlərindən biri paylaşımdır. Məhz bu paylaşım, bu təmənnasız paylaşım qeyd etdiyimiz kimi insanda təqva hissini böyüdür, inkişaf etdirir. Qurban 3 hissəyə bölünməsi müstəhəbdir. Ki Quran-ı Kərimdə Allah Teala buyurur, bir hissəsini özünüz yeyin və at'imul qani', qani olan fəqirə. O fəqir ki, iffətini qoruyur, görsən ehtiyac içindədir, amma heç kəsdən bir şey istəmir. Onu yedizdirin, ona verin. Vəl mu'tar, o kəslərə ki, qapınıza gəlirlər, dilənirlər, istəyirlər, ehtiyaclarını dilə gətirirlər, bunlara verin. Qurban nə vaxt kəsilməlidir? Həcdə olanlar üçün Zilhiccə ayının 10-u, 11-i, 12-si və 13-ü. Yəni 4 gün orada qurban kəsilər. Həcdən kənarda olanlar üçün isə 3 gündür. Zilhiccə ayının 10-u, 11-i və 12-si. Və qurbanın həcdə olanlar üçün kəsilməsi vacibdir. Həcdə olmayanlar üçün, məsələn biz ki vətənimizdir, bizlər üçün nədir? Müstəhəbdir. Kəsilməsi vacib deyil. Kəsilmə vaxtı da ən müstəhəb vaxt odur ki, günəş çıxa və biraz yuxarıya qalxa. Həmin vaxt qurbanı kəsmək müstəhəbdir. Bəzi hədislərimizdə də nəql olunur ki, günəş çıxa, bayram namazı qılına və bayram namazından sonra qurban kəsilə. Qurban kəsərkən bir neçə adam müştərək olub bir qurban kəsə bilərmi? Bu təbii ki, həcdə icazəli deyil. Həcdə hər kəs özü kəsməlidir. Amma əgər məsələn deyək ki, həcdə bir adamın imkanı çatmadı və ya qurban tapa bilmirlər, 2 nəfər şərik olub qurban kəssələr də fəqirlərdir. Ehtiyat vacibə əsasən 3 gün orada oruç tutub, qurban əvəzi 7 gün qayıtdıqdan sonra vətəndə oruç tutmalıdır. Amma həcdən kənarda bir heyvanda bir neçə adamın müştərək olmasına mümkündürmü? Bəzi rivayətlərimizdə 7 nəfər, 5 nəfər, 3 nəfər az və ya daha çox qeyd olunubdur. Burada ədəd şərt deyil. Rivayətlərdə, hədislərdə qeyd olunan ədəd əfsəliyyət baxımındandır. Bir neçə adam şərik olub, bir qurban kəsib, onu fəqirlərə verə bilərlər, sədəqə verə bilərlər. Qurbanı hansı heyvanlardan kəsəcəyik? Dəvə, inək və qoyun. Dəvə gərək 5 ilini tamamlasın, inək 2 ilini tamamlasın. Hədislərə əsasən keçi də 2 ilini tamamlamalıdır. Qoyuna gəlincə isə 7-ci ayını tamamlamalıdır. Bir çox fəqihlərimizin rəyi budur. Qurban bayaq qeyd etdiyimiz kimi hamısını da sədəqə verə bilərsən, fəqirə paylaya bilərsən, 3 hissəyə də bölə bilərsən. Usulul Kafi kitabında Əbu Səbah Kinani belə nəql edir. İmam Cəfər Sadiq əleyhissalamdan qurban ətinin hökmü barəsində soruşdum ki, necə bölüşdürək? Belə buyurdu. Dedi: "Kana Ali ibn el-Huseyn və Əbu Cəfər." Ali ibn Hüseyn, İmam Zeynalabdin əleyhissalam və Əbu Cəfər el-Baqir, İmam Baqir əleyhissalam, onlar deyir qurbanın 1/3-ni sədəqə verərdilər qonşularına. 1/3-ni dilənən birisinə verərdilər ki, dil açıb ehtiyacını istəyir. 1/3-ni isə öz ailələri üçün saxlayardılar. Ona görə bir çox fəqihlərimiz deyir ki, qurban ətini öz ailən üçün də bişirib yeməyin, öz ailə içində saxlamağın müstəhəbdir. Qurban kəsilərkən onun dərisini muz olaraq kəsən şəxsə qəssaba vermək bəyənilmir, amma o həmin o dəridən müxtəlif məişətdə falan da istifadə etmək olar, hətta namaz səccadəsi kimi də istifadə edilməsi mümkündür. Qurban eyni zamanda əqiqəni də əvəz eləyir. Əgər bir kəsin öz əvəzindən əqiqə kəsilməyibsə, neyə bilər? Qurban kəsə bilər və bunu eyni zamanda əqiqədən də hesab eləyər. Vəfat etmiş şəxslərimizin adından da qurban kəsə bilərik. Bu barədə hədisdə qeyd olunur ki, Əmir əl-Möminin Əli ibn Əbi Talib əleyhissalam qurban bayramında həmişə 2 qoç kəsərdi. Birini Rasulullahın adından kəsərdi, birini isə öz adından kəsərdi. Allah-u Teala kəsilən qurbanları, edilən ehsanları ali dərəcədə qəbul eləsin inşallah. Allah Teala bu günlərdə etdiyimiz ibadətləri, etdiyimiz duaları bizlərdən qəbul eləsin.
Allah and verir İzzət-i Cəlalına, şəhidlərimizi, şəhidlər Sərvər İmam Hüseyin əleyhissalam və Kərbəla şəhidləri ilə məhşur eyləsin. Xəstə qazilərimiz Allah tezliklə öz sağlıqlarına çavutdur. İlahi, xəstələr var, xüsusilə möminlər iltimas ediblər. Bütün xəstələrimizə tezliklə şifa inayət eylə. İlahi, bağlı qapı arxasında qalanlar, işi çətinlikdə olanlara tezliklə qurtuluş bəxş eylə. İlahi, ruzusu çatmayanlara, maddi sıxıntı içərisində olanlara halal minnətsiz ruzu qapıları aç. İlahi, evladı olmayanlara əməli salih, dürüst övladlar nəsib elə. İlahi, dünyasını dəyişmiş böyüklərimizə, valideynlərimizə, əzizlərimizə rəhmət eylə. İlahi, İslam və müsəlmanları daima uca və qalib eylə. İslam və müsəlmanların düşmənlərini hər yerdə məhv eylə. İlahi, bəşəriyyətin xilaskarı yer üzərində zülm və istibdada son qoyacaq Həzrəti Məhdi Əccalallahu Teala Fərəcəhu Şərifin zuhurun tezləşdir. Bizi dünya və axirətdə Muhammed və Ali Muhammeddən ayrı salma. Axirətdə Muhammed və Ali Muhammedin şəfaətindən bizləri binəsib etmə. Kəsilən qurbanların, verilən ehsanların, edilən əməllərimizin qəbulü üçün Peyğəmbər və pak, əhl-i beytinə salavat zikr edək.